Allah Subhanahu başqa ayədə buyurur ki: "Və annal məsəcidə lillahi fələ təd'u ma'allahi ahada." Həqiqətən Allah Subhanahu buyurur ki, məscidlər Allah Subhanahu taalanındır. Allah Subhanahu evidir və orada fələ təd'u ma'allahi ahada. Orada Allahdan qeyrisinə heç kəsi dua eləmə, çağırma. Olmaz. Və həmçinin və təəssüf ki, bəzi məscidlər qəbristanlıqdır. İnsanlar bəziləri elə başa düşür ki, qəbir məsciddə olanda dəhşətdir bu. Və bəzən qəbir var, üstündə məscid tikirlər. Bunlar hamısı İslamla düz gəlmir, qardaşlar. Bu İslam deyil. İnsanları qəbirə bağlamaq olmaz. Qəbiri vasitə, insanlara belə başa salmaq olmaz ki, sən istəmə, özün sən günahkarsan, get filan kesin yanına, onunla istə. Onda Allahla münasibət zəifləyir. Allaha yəqinlik zəifləyir. Yəqinlik çoxalır şərik olanda. Ki filan kəslə daha yəqindirsən ki qəbul olacaq. Olmaz. Bu uzaqlaşdırır səni Allahdan. Nə qədər sənin problemlərin, nə qədər sənin bəlaların çoxalsa da başqasına müraciət eləməginə. Xüsusən o şeylərdə ki Allah Taala qadirdir. Xüsusən də ölülərə. Düzdür, dirilərə müraciət eləmək olar. O şeylərdə ki, onlar qadirdirlər. Lakin o şeylərdə ki, onlar qadir deyirlər, onlara müraciət eləmək olmaz diriyə. Və ölüyə necə? Ölüyə necə? Görsən nə gündəsən? Ona görə Allah Subhanahu buyurur: "Fəizə rəkibu fil fulki da'u Allaha muxlisin lehu'd-din felemma necahum ila'l-barri izahum yüşrikun." Ənkabut 65. Yəni Allah Subhanahu bir qövmdən xəbər verir bizə, deyir, elə ki, onlar dənizə, gəmiyə oturarlar, xalis Allaha dua eləyərlər. Yəni şirk qoşmazlar. Elə ki, nəcat taparlar, Allah Taala Subhanahu taala onları sahilə gətirib çıxardar, yerə görürsən Allah Taalaya şərik qoşarlar. Naşükürdülər. Ona görə şirk qoşmaq, Allaha qoyub, kimisə gedib kimdən istəmək, kimisə Allah istəmədiyi kimi ona yanaşmaq naşükürlükdir. Və həmçinin qardaşlar, və həmçinin, və bəzilər deyir ki, yox, biz onları, deməli, onlardan istəmirik. Etiqadımızda deyirik ki, yox, Allahdan istəyirik. Sadəcə deyirik ki, onları, sadəcə məqamları böyüdür Allah yanında. Ona görə biz onları vasitə qoşuruq. Çünki Allah Subhanahu deyir ki, mənə vasitənə yaxınlaş. Allah düzdür, hələ ayə var. Allah Taala deyir ki, mənə vasitənə yaxınlaş. Lakin vasitə nə vasitə? Şəriət dediyi vasitələr. Namaz vasitədir. Oruc vasitədir. Allah Subhanahu isim və sifətlərlə istəmək vasitədir. Şəriət dediyi vasitələr. O vasitələr yox ki, insanlar özlərindən ixtira eləsinlər. O vasitələr və görün nələr baş verir. Hamısının piri var, hamısı ayrıca piri var. Pirləri var. Bunlar vasitələr şəriət icazə verib məyər? O deməkdir, vasitə nə gəldi elə vasitəni? Yox, olmaz. Şəriətdən gərək çıxmamalıyıq. Xüsusən belə məsələlərdə, xüsusən o məsələlərdə ki, birdən şirk olar. O məsələlərdə ehtiyatlı olmalısan. Və həmçinin qardaşlar, yalnız ona ibadət eləmək lazımdır. Ne üçün belə olmaz deyirik bu cür vasitələr? Çünki Əbu Cəhil də, müşriklər də o cür vasitə qoşurdular. O cür vasitə qoşurdular. Allah Subhanahu taala onlar barədə nə deyir? Allah Subhanahu taala buyurur ki, onlar deyərdilər ki, "Mə na'buduhum illə liyuqarribuna ilallahil zulfə." Yəni onlar deyəndə belə deyir, biz onlara "Mə na'buduhum illə", yəni biz onlara ibadət edirik ki, onlar bizi Allah Taala'ya yaxınlaşdırsınlar. Sən də gəlib deyəndə ki, ey filan kəs və s. ya Rabbi filan kəs, onun vasitəsilə yaxınlaşırsan. Əbu Cəhil də belə yaxınlaşırdı. Yəni buna oxşar yaxınlaşırdı. Zümər 3-dür.
Və həmçinin qardaşlar, baxmayaraq Əbu Cəhil, onlar o vaxtki müşriklər, onlar Allaha inanırdılar, onlar deyəndə Xaliq deyirdilər, Allahdır və s. Və lakin şirk eləyirdilər, bu cür. Və həmçinin qardaşlar, həmçinin onlar deyərdilər ki, Həulə şüfə'auna indəllah. Onlar bizim Allah dərgahında bizim üçün şəfaətçidirlər. O pirləri götürmüşlər şəfaətçi. Pirlərdə yatan və s. Olmaz belə Yunus 18. قال فبعزتك لأغوينهم أجمعين إلا عبادك منهم المخلصين